Muhammedin ve Ali Muhammed. Bismillahirrahmanirrahim. Əhl-i beyt məsumdurmu, pakdırmı? Əhl-i beyt kimlərdir? Əzizlərim, bu barədə Qur'an-ı Kərimdə Əhzab surəsinin 33-cü ayəsində Uca Rəbbimiz buyurur ki: İnnəmə yuridullahu liyusibə ənkumur ritsə əhləl beyti və yutahhirakum təthira. Həqiqətən də yalnız və yalnız Allahın iradəsi, istəyi budur ki, ey əhl-i beyt, Allah sizdən bütün günahları uzaqlaşdırsın və sizi pakizə qərar versin. Bəs əhl-i beyt nə deməkdir? Beyt yəni ev, əhl-i beyt yəni evin əhli. Peyğəmbərin əhl-i beyti yəni Peyğəmbərin evinin əhli. Bəs kimdir Peyğəmbərin evinin əhli? Bu ayə kimin barəsində nazil olub? Bu barədə 3 əsas nəzəriyyə mövcuddur. Birinci iddia budur ki, deyirlər ki, ayə yalnız və yalnız Peyğəmbərin xanımlarına aiddir. Əhl-i beyt yəni Peyğəmbərin xanımları. İkinci iddia isə budur ki, deyirlər ki, ayə həm Peyğəmbərin xanımlarına, həm də 5 kimsəyə aiddir. Yəni Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm, İmam Əli aleyhissalam, xanım Fatimə-i Zəhra salamullahi aleyha, İmam Həsən və İmam Hüseyn aleyhissalama aiddir. Üçüncü iddia və son olaraq ən mötəbərrə isə budur ki, ayə yalnız və yalnız o 5 kimsəyə aiddir. İndi gəlin birinci versiyanı araşdıraq. Yəni ayə Peyğəmbərin xanımlarına aiddirmi? Bunu dəqiqləşdirmək üçün biz biraz əvvəldən, yəni 28-ci ayədən başlamalıyıq, ta 34-cü ayəyə qədər olan hissəyə diqqətlə baxmalıyıq. Ayələri təhlil etdikdə görəcəyik ki, bu ayə Peyğəmbərin xanımlarına aid deyil. Düzdür, mövzu əvvəldən Peyğəmbərin xanımları ilə başlayır. Amma ərəb dilində kişi və qadın cinsləri ilə bağlı çox incə bir məqam var. Ərəb dilində, məsələn, Rus dilində olduğu kimi kişi və qadın cinsi var. Bir dənə kişidirsə əntə, qadındırsa ənti. Cəm kişilər olanda kum, kişilər. Amma bunu da qeyd edim ki, əgər kişilərlə yanaşı bir yerdə qadınlar da varsa, yenə də kum demək olar. Məsələn, 100 qadın olsun bir kişi, yenə də kum demək olar. Amma sırf qadınlara isə cəm kunnə deyilir. Amma biz görürük ki, burada ayədə, Təthir ayəsində kum kəlməsi keçir. İnnəmə yuridullahu liyusibə ənkumur ritsə əhləl beyti və yutahhirakum təthira. Bu deməkdir ki, burada mütləq kişi var və ya bir neçə kişi və qadın birlikdədir. Halbuki bundan əvvəlki ayələrin hamısında şəxs əvəzlikləri qadın cinsindədir. Amma bu ayə gəlib çatdıqda birdən-birə Allah kum deyir. Bundan əvvəlki ayələrdə də, sonraki ayələrdə də şəxs əvəzlikləri hamısı qadın cinsindədir. Gəlin baxaq. 28-ci ayədən başlayaq. Ya əyyuhən nəbiyyü qulli əzvacik. Ya Peyğəmbər, zövcələrinə de. İn kuntunna turidnəllaha həyatəd dünya. Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə, fikir verin kunnə. Fətaleynə uməddiyukunnə, usərrihkunnə, sarahən cəmila. Onda gəlin, sizin talaq haqqınızı verim və sizi boşuyum. Fəinnəllaha a'adda lilmuhsinati minkunnə əcrən əzima. Allah sizin içərinizdən yaxşı əməl sahiblərinə əzəmətli əcr, mükafat verəcək. Görürsünüz, burada da kunnə keçir. Baxaq Əhzab surəsi 33-cü ayənin əvvəlinə. Və qərnə fi buyutikunna. Kunna, evlərinizdə qərar tutun. Və la təbərrəcnə təbərrücəl cahiliyyətil ula. Cahiliyyət dönəmindəki qadınlar kimi
gəzməyin. Və əqimnəs salata və atinəz zakata və ətinəllaha və rasulə. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaat edin. Fikir verin, bu qədər künnə deyildikdən sonra birdən-birə mövzu dəyişilir və gəlir innəmə yuridullahu liyusibə ənkumur ritsə əhləl beyti və yutahhirəkum təthira. Əgər bu ayədə Peyğəmbərin xanımlarına aid olsaydı, onda ənkunnə olmalıydı. Ənkum yox. Bəziləri əssalamu aleykum misalını gətirərək deyirlər ki, ərəb dilinin qaydasına görə siz demirsiniz ki, 100 qadın olsun bir kişi, yenə də kum demək olar. Deyir, hə, elə Peyğəmbərin xanımları qalır öz yerində, sadəcə Allah paklığa çatanda Əli, Fatimə, Həsən və Hüseyni də ora əlavə eləyir. Elə o ikinci rəy də buna görə yaranıb. O ki, deyirləri Peyğəmbərin xanımları və 5 kimsə. Bir qrup deyir, sırf Peyğəmbərin xanımları, o ayrı. Bir qrup da deyir ki, Peyğəmbərin xanımları və 5 kimsə. Buna görə yaranıb. Bu sualın qabağında aciz qaldıqları üçün bunu deyiblər. Amma biz Qurana əsaslanıb deyirik ki, xeyr, ayənin bu hissəsi Peyğəmbərin xanımlarını ayədən çıxarır, nəinki başqalarını əlavə edir. Əzizlərim, fikir verin Təthir ayəsindən əvvəlki ayələrə. Onların ləhni və danışıq tərzi fərqlidir. Tənbih və nəsihət xarakterlidir. Belə etməyin, belə iş görməyin, evlərinizdə qərar tutun, cahiliyyət dönəmi kimi gəzməyin. Amma birdən-birə bu ayəyə çatanda ləhin dəyişdi. Allah burada Əhl-i Beyti mədh edir. Mən siz Əhl-i Beyti pak etmək istəyirəm. Peyğəmbərin xanımlarının barəsində olan ayələrdə Allah onları gözəlliyə yönəldir. Yəni onlardan yaxşı əməl tələb edir. Amma Təthir ayəsində Allah Əhl-i Beyti gözəlliyə yönəldir, yoxsa gözəllikdən xəbər verir. Allah xəbər verir. Allah demir ki, əgər siz yaxşı əməl etsəniz, Allah sizi pak etmək istəyir. Xeyr, yalnız və yalnız Allahın istəyi budur ki, siz Əhl-i Beyti pak etsin. Bu bir xəbərdir. Xəbər isə inşadan fərqlidir. Xəbərdə hadisənin baş verməsi sözdən asılı deyil. Amma inşada hadisənin baş verməsi sözdən asılıdır. Sözün və əmrin vasitəsilə hadisə inşa olur. Xəbərdə isə sözdən asılı deyil. Hadisə baş verib və ya verəcək, sən sadəcə onu xəbər verirsən. Əhzab surəsində 28-ci ayədən 34-cü ayəyə qədər olan ayələrin çoxu inşadır. Allah Peyğəmbərin xanımlarının yaxşı iman əhli olmasını, namaz qılmasını, zəkat verməsini, Rəsulullaha itaət etməsini istəyir və əmr edir. Amma innəmə yuridullah liyusibə ənkumur ritsə əhləl beyti və yutahhirəkum təthira. Bu inşa yox, xəbərdir. Burada Allah Əhl-i Beytin paklığını bizə xəbər verir. Onların paklığını xəbər verir. Amma kimdir bu Əhl-i Beyt? Bunu bir daha elə Quranın özü ilə isbat edək. Əzizlərim, Allah Taala Peyğəmbərin xanımlarının evlərindən danışanda Quran-ı Kərimdə hansı kəlməni işlədir? Baxaq Əhzab surəsinin 33-cü ayəsinin əvvəlinə. Çünki orada Allah Peyğəmbərin xanımlarına xitabən buyurur: "Və qarna fi buyutikunna." Evlərinizdə qərar tutun. Ey Peyğəmbərin xanımları, evləriniz, cəm, evləriniz. Növbəti ayə, 34-cü ayə. "Vəzkurna ma yutla fi buyutikunna min ayatillahi vel hikmə." Evlərinizdə, yenə cəm, evlərinizdə oxunulan Allah ayələrini və hikməti zikr edin.
Deməli, həm 33-cü ayənin əvvəlində, həm də 34-cü ayədə Allah evləriniz, yəni buyut kəlməsini işlədir. Amma Təthir ayəsində Allah əhləl buyut deyir, yoxsa əhləl beyt. İnnəmə yuridullahu liyusibə ənkumur ritsə əhləl beyt. Əzizlərim, fikir verin, burada çox incə bir məqam var. Buyut yəni evlər, cəm. Beyt isə bir ev, bir dənə ev. Allah Peyğəmbərin xanımlarının evlərindən danışanda buyut, yəni cəm formada deyir. Çünki Həzrəti Peyğəmbər xanımlarının hər biri üçün ayrı-ayrı otaqlar ayırmışdı. Həfsə xanım üçün bir otaq, Ümmü Sələmə üçün bir otaq, Ümmü Həbibə üçün bir otaq, Ayşə xanım üçün bir otaq və s. Bütün xanımları üçün ayrı-ayrı otaqlar ayırmışdı. Və o otaqlar evlər adlanırdı. Evlər adlanır. Və o otaqlardan, o evlərdən biri də hansı evidir? O ev ki, o evdə Peyğəmbər qızı xanım Fatimə-i Zəhra salamullahi əleyha yaşayırdı. Deməli, xanım Fatimə-i Zəhra o evdə öz ailəsi ilə, İmam Əli əleyhissalam ilə, İmam Həsən və İmam Hüseyn əleyhissalam ilə yaşayırdı. Əgər bu paklanma Peyğəmbərin bütün xanımlarına, bütün evlərinə aid olsaydı, onda Allah əhləl buyut deyərdi. Evlərin əhli, ey evlərin əhli, Allah sizi paklamaq istəyir, amma Allah əhləl beyt deyir. Buyut demir, deməli bir evdən söhbət gedir. Bütün bu evlərin içində Allah bir evi paklayıb. Bəs Peyğəmbərin o hansı evidir? Allahın pakladığı, bütün bu evlərin içində pakladığı o ev hansı evdir? Əzizlərim, gəlin Peyğəmbərin evlərində yaşayanların sayına baxaq. Peyğəmbər Ayşə xanım neçə nəfər oldu? 2 nəfər. Peyğəmbər Həfsə xanım 2 nəfər. Peyğəmbər Ümmü Sələmə 2 nəfər. Ümmü Həbibə 2 nəfər və s. Hər otaqda, hər evdə bir xanım var. Və Peyğəmbər də üstə gəlsə 2 nəfər olur. Baxın, bütün dillərdə bir tək var. 2 və daha artıq isə cəmdir. Amma ərəb dilinin qrammatikası fərqlidir. Ərəb dilində bir var, bir təkdir, 2 var, 3 və daha artıq isə cəm sayılır. 1 1-dir, 2 2-dir, 3 və daha artıq isə cəm sayılır. Və ərəb dilində şəxs əvəzlikləri də buna uyğundur. Bir nəfər kişi, əntə, qadın, ənti, cəm, kişilər, kum, 2 nəfər olanda ənkuma, 3 nəfər olanda, 3 və daha artıq isə artıq cəmdir, ənkum. Ayədə əgər ənkum deyilirsə, deməli o evdə neçə nəfər var? 3 və daha artıq adam yaşayır. Amma Peyğəmbərin xanımlarının evlərinin heç birində isə 3 və daha artıq adam yoxdur. Peyğəmbər də üstə gəlsə 2 nəfər olur. Bəs o ev hansı evdir ki, orada 3 və daha artıq adam yaşayırdı? O ev yalnız Peyğəmbər qızı xanım Fatimə-i Zəhranın evidir. O evdə Həzrəti Zəhra salamullahi əleyha, İmam Əli əleyhissalam, İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam yaşayırdılar. Deməli, bu ayə Fatimənin evinə aiddir. Amma indi bir sual çıxır meydana, mühüm bir sual yaranır. Əgər bu ayə Qur'an-ı Kərimin də isbat etdiyi kimi Fatimənin evinə aiddirsə, Peyğəmbərin qızının evinə aiddirsə, onda nəyə görə Peyğəmbərin xanımlarının barəsində olan ayələrin içərisində gəlib? Əzizlərim, bunun hikməti budur ki, birdən kiminsə zehninə belə bir sual gələr ki, bundan əvvəlki tələblər,
danlaqlar, nəsihətlər, xəbərdarlıqlar. Allah ki, Peyğəmbərin xanımlarına deyir, belə etməyin, belə iş görməyin, evlərinizdə qərar tutun, cahiliyyət dönəmi kimi gəzməyin. Yəni, bu Fatimənin evinə də aiddir. Axı, çünki o evlərdən biri də xanım Fatimə-i Zəhranın evidir. Allah o yarana biləcək sualın qarşısını alır. Sualın qarşısını alır və buyurur, xeyr, Fatimənin evinə aid deyil. Niyə aid deyil? İnnəmə yuridullahu liyusibə ənkumur ritsə əhləl beyti və yutəhhirəkum təthira. Çünki yalnız və yalnız Allahın iradəsi budur ki, siz əhl-i beytdən bütün günahları uzaqlaşdırsın və sizi pakizə qərar versin. Bu ailə pakdır. Allah onların məsumluğunu bizə xəbər verir və Fatimə-i Zəhranın evini digər evlərdən fərqləndirir.